Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Hər dərsimizin başlığında olduğu kimi uca Allah'tan istəyirəm ki, Allah Taala bizə haqqı haqq olaraq göstərib ondan möhkəm yapışmağı nəsib eləsin və batili də batil olaraq göstərib ondan uzaq durmağı nəsib eləsin. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Buxari və Müslimin ittifaqla rəvayət etdiyi hədisdə buyurur: Ələ və innə fil cəsədi mudğa. Həqiqətən bədəndə bir ət parçası var. İzə fəsədət, izə saləhət, saləhəl cəsədi kullu. Əgər o sağlam olarsa, bütün bədən sağlam olar. Və izə fəsədət, fəsədəl cəsədi kullu. Əgər o fəsədə uğrayarsa, bütün bədən fəsədə uğrayar. Ələ və hiyəl qalb. Diqqət edin, o qəlbdir. Yəni, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbər sallallahu aleyhi və səlləm insanların daimə, istər avam, istər alim olsun, qəlblərinə nəzər etmələrinə onlara buyurur. Və biz bugün qəlbdə olan eyiblərdən, yəni qəlbdə olan eyiblərdən birindən danışacağıq. Yəni, mövzumuz əsasən dərsimizin məğzi qəlbdəki xəstəliklərdən biridir. O xəstəlik də pis zəndir. İnsanların pis zənə düşmələridir. Ümumiyyətlə, pis zən nədir? Pis zən, yəni insanlarda ortalığa gələn sözlərdən və yaxud feillərdən və yaxud əhvallardan ehtimal olduğu halda həmin əməlləri və yaxud sözləri insanın pis yönə yozmağıdır. Yəni, bəzən bir insan bir əməl edir, söz deyir. Qarşındakı insan israr edir ki, yoxsa sən ona qəsd etməmisən. İsrarla insanın daxilindəki həmin o qəsdi yəni pis yerə yozmağa çalışır. Və yaxud bir insan qardaşdır, özündən yaşda bir böyük qardaşı qarşılayır. Kənardakı başqa bir adam düşünür ki, o ona üzr istəyirəm, elə təsəvvür edir ki, ona öz aləmində yaltaqlanır. Yəni, onun etdiyi əməli, halbuki onun etdiyi əməl iki yönlüdür. Yəni, insan ehtiramından dolayı da bunu edə bilər, hörmətindən dolayı da bunu edə bilər, Allah üçün də edə bilər, həmçinin başqa pis məqsədlər üçün də edə bilər. Həmçinin insanın əhvallarında olan bir şey. Yəni, əgər bir insan insanda ehtimal daşıyan bir şeyi yanlış yerə yozarsa, buna pis zən deyilir, ehtimal olduğu halda. Və uca Rəbbimiz Hucurat surasında buyurur: Yə eyyuhəl-ləzīnə əmənu ctənibu kəsirən minəz-zann, İnnə bə'dəz-zanni ism. Ey iman gətirənlər, zənnin çoxundan qaçın. Çünki zənnin bəzisi yalan var. Yəni, günah var onda. Zənnin bəzisində günah vardır. Və insanlar, biz məsəl üçün öz cəmiyyətimizə baxsaq, insanlar arasında ən böyük qəlbi xəstəliklərdən həsəd, qeybət, məsəl üçün qeybət daha çox zahirdə olan bir əməldir. Ən çox qəlbi xəstəliklərdən biri olan pis zəndir. Və insan ümumiyyətlə bu xəstəliyin ilk növbədə səbəblərini axtarmalıdır. Çünki bəzi insanlar məsələlərə necə yanaşırlar? Onlar deyirlər ki, biz onlarla söhbət etdikdə. O deyir ki, yox. O zəkanı, ağlı önə çəkir. Deyir ki, yox, qardaş, sən, mən çox uzun illər həyat sürmüşəm. Və mən filan şeyləri görmüşəm həyatda. Sən bilmirsən. Sən sadəlöv adamsan. Sən belə yanaşmalı deyilsən məsələyə. Öz ağlını insanların həyatında ehtimal olan məsələləri önə çəkir.
və elə düşünür ki, o ağıllı insandır. Yəni bir addımın dalınca hansı addım gələcək onu daha yaxşı bilə bilən insandır. Əslində isə şəriətin bizdən istədiyi bu deyil. Şəriət ehtimal olan məsələlərdə insanların əməlləri tam açıq şəkildə ortalığa çıxmadıqca onu yanlış yönə yozmağa qadağan edib şəriət. Və yaxud da onu açıq aydın bir qərini olmalıdır. Və məsəl üçün mömin qul əgər qəlbində belə bir xəstəlik varsa onun, ilk növbədə onun xəstəliyin səbəblərini araşdırmalıdır. Təbii ki, insanın qəlbində olan xəstəliklərin bir neçə səbəbi olur. Pissənin qəlbdə onun oluşmasının ilk səbəbi insanın fəhminin xətalı olmasıdır, bayaq dediyimiz kimi. Yəni insan daim məsələləri öz fəhminə görə gətirir. O elə bilir ki, onun keçdiyi təcrübə həyat yolu. İzin verir ki, o məsələləri, yəni o insanların həyatında olan ehtimallı şeyləri doğru şəkildə araşdıra bilsin. Əslində insan, məsələn biz bu məsələyə baxdıqda kişiyə bir-birindən fərqləndirməliyik. Çünki insanlar deyə bilərlər ki, elə insanlar var ki, qardaş, ehtiyat edir. Həmin ehtiyat da o zənə daxildir, yox. İnsanın bir şeydən ehtiyat etməyi ilə insanlara pis zən bəsləməyi arasında fərq var. Bəli, sən məsəl üçün bir ticarət qurduqda və yaxud bir iş gördükdə və yaxud bir münasibətlər zəminində olduqda öz ehtiyatını gözləyə bilərsən. Ancaq ki, bunu pis sənə yozub, açıq aydın sərih bir dəlil olmadan onu dilivə gətirə bilmərsən. Ehtiyat etməyi şəriət, yəni bu məsələdə heç bir bizə bir maneə qoymuyor. Ancaq ki, şəriət insanın öz ağlı ilə insanlarda ehtimal daşıyacaq feilləri yanlış yönə yozmağa qadağan edib. İkinci səbəb odur ki, insanın daim başqa insanların sirləri ilə, onların batilləri ilə maraqlı olmasıdır. Adam var, baxırsan ki, yəni daim maraqlanır. Birinin işi gücü var, onunla maraqlanır. Neyinir, nətərdir? Məsələn, başlayır onun sirlərini öyrənməyə. Və yaxud insanların batinlərinə dalmaq istəyir. Çalışır, sanki insanların daim daxilinə hökm versin. Məsələn, qazı şəriətdə nəyə hökm verir? İnsanlar zahirdə bir əməl edirlər. Onu gətirirlər qazının yanına. Qazı da şəriətin buyurduğu şəkildə ona hökm verir. Həmin adamsa pis zənə düşən insan. Daim sanki qazıdır. İnsanların batində olan şeylərin qazısıdır. Daim hökm verir. Yox, onu deyə demirdi. Məsələn, onu inandırmağa çalışanda onu qəbul etmək istəmir. Deyir, elə deyil. Yəni, xəstəliyin ikinci səbəbi odur ki, insan daim başqalarının batinləri ilə məşğuldur, insanların. Və pis zənin səbəblərindən də biri insanların salih ortamdan uzaqlaşmalarıdır. Yəni, sadiq insanlardan uzaqlaşıb, günahkar insanlarla bir yerdə olmağıdır. Məsələn, cəmiyyətə baxsaq, cəmiyyətdə insanlar nəyə görə ən çox pis zən bəsləyirlər bir-birinə? Məsələn, biri bir maşın aldıqda deyir, görəsən nə ilə alıb? Biraz qonşu bir evdikdə deyir, nə işdir, görəsən nə edir bu? Nə işlə məşğuldur? Və yaxud işə düzəlib deyir, 100% yeyir orada. Yəni, çünki insanlar günahkar bir cəmiyyətdə yaşadıqda, Allah Teala günah cəmiyyət səbəbi ilə insanların qəlblərinə o xəstəlikləri bəxş edir. Yəni, mübtəla edir insanlar o şeyləri. Bəlkə də düşündüklərin 80% yanlışdır. Çünki yer üzünü biz deyə bilmərik, bütün insanlar asidir. Və o insanlar danışanda necə danışır? Biz taksiyə də binirik, avtobusa da binirik. Deyir ki, ya qardaş, mərdlik itib, dürüstlük kənarda qalıb, artıq təmiz adam tapa bilmirsən. Halbuki biz bilirik, təmiz adamlar var. Biz bunların canlı şahidi də oluruq. Nəyə görə? Çünki Allah Teala sanki onların o günah cəmiyyətinin içərisində artıq o xəstəlikləri onlara mübtəla edib Allah Teala. Ona görə biz də nə işlə məşğul olmalıyıq? Biz daim çalışmalıyıq ki, sadiq insanlarla bir yerdə olaq. Və ətrafımızdakı insanlara diqqət etməliyik. Günahları baş vuran insanları
özümüzdən uzaq tutmağı bacarmalıyıq. Ya islah etməliyik onları, ya da ki, o günah işlərlə bizə gələcək insanları özümüzdən uzaq tutmağa çalışmalıyıq. Ya tərbiyə etməyə kimsə bacarsa tərbiyə etsin. Daimi olaraq əgər o günahlarla sənə gəlirsə, onu özümüzdən uzaq tutmalıyıq. Çünki sadiq bir ortamın olmağı insanların ətrafında, insanın o xəstəliklərdən qurtulmasına yollarından biridir. İnsan daim günahkar insandan oturub durduqda, ancaq zənnlə danışan, hətta müsəlman olsa belə, zənnlə danışan insandan oturub durduqda, insan özü də başlayır, təsirlənir onlardan. Bir müsəlman haqqında başqa şey danışır, o birisi müsəlmanın bir əməlini açır, bu birisi müsəlmanın batini ilə danışır. Artıq bəlkə də insan İslama təzə gəlib heç kimə güvənməyəcək. İnsan artıq heç kimə inanmır. Deyir, yox, qardaşlar danışdı, o zaman mən qorxuram insanlara güvənim. Artıq onda o pis zən yaradır, o ortam, insanın olduğu ətrafı. İnsanda pis zən yaradır. Ona görə insan, onun biz səbəbin dedik, onun səbəb, xəstəliyin müalicə olunmağı yollarından biri də odur ki, insan sadiq insandan oturub durmalıdır. Biz keçən dəfə dərsimizdə qardaşlıq haqqında danışanda deyir ki, Allah Taala Tövbə surəsində buyurur: "Ya eyyuhellezine amanu tequllaha ve kunu ma'as-sadiqin." Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışan, sadiq kəslərlə bir yerdə olun. İnsanın sadiq kəslərlə bir yerdə olmağı onların, sadiq insanların etdiyi əməllərin bərəkəti də ona təsir edir. Sanki bərəkət, biz xeyir əməllərdə məsələn yarışsaq, birimizin etdiyi əməlin bərəkəti digərinə təsir edəcək, heç şübhəsiz. Hətta insanlar öldükdən sonra belə biz bilirsiniz ki, insanlar qəbirlərə bastırıldıqda alimlər müstəhəb görüblər ki, insanlar salih insanların olduğu yerdə bastırılsın. Həm əzab eşitməsində, həm də onların bərəkətindən onlara nəsib olsun. Və onun müalicə yollarından, ən önəmli yollarından biri odur ki, biz Quran-ı Kərimdə və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətində gələn o qadağaları bilməliyik. Bayaq ayəni dedik. Başqa bir hədis var ki, Allah Rasulü sallallahu aleyhi və səlləmdir ki, zən əkzəbul hədis deyir ona, ən yalan sözdür. Zənn etmə. Və iyyəkum vəzzanna innəz-zanna əkzəbul hədis. Zəndən çəkinin, zənn ən yalan sözdür. Allah Rasulü sallallahu aleyhi və səlləm onu belə vəsf edir. Biz şəriətin ona qoyduğu qadağanı bilməliyik ki, biz ondan çəkinək. Çünki elə bir xəstəlikdir ki, xüsusən həsəddir. Və pis səndə insan o qəlbə girdikdə o qəlbi çox çətinliklə düzəldə bilir. Ya da heç müvəffəq olmur düzəltməyə. İnsan məsəl üçün, baxın, əvvəllər, bir neçə il əvvəl fərqli zəndə olduğu qardaşına qarşı bu gün fərqli zəndə olur. Və istəsə də sonra düzəldə bilmir. Çünki qəlbin xəstəlikləri də fərqlənir, qardaşlar. Necə ki, qəlbin ibadətləri biri, təbii ki, qəlb ibadətləri hamısı önəmlidir, amma elə ibadətlər var ki, o insanın qəlbində daha geniş mənaları əhatə edir. Həmçinin insanın pis zənə dalmağı da insanı daim qəlbində sağalmayacaq xəstəliklərə yol açır. Hətta insan artıq, məsəl üçün, ibadət etməyən insanları kənara qoyaq, artıq müsəlmanlar haqqında heç cür yaxşı zənə dala bilmir. Və başlayır bu nəyə çevirməyə? Ancaq müsəlmanları pisləyir. Allahın dini, dəvət kənarda qalır. İnsan daim müsəlmanlardan ancaq eyib axtarmağa çalışır. Halbuki Allah Taala'nın şəriəti bizdən müsəlmanların eyblərini örtməyi, onlara nəsihət etməyi əmr edib. Onlar haqqında zənn etməməyi və onların qeybətini etməməyi əmr edib. Onun düzəldilməsinin yollarından biri də bayaq dediyim kimi insanın, salih insanların, sadiq insandan oturub durmağıdır. İnsan çalışmalıdır ki, sadiq insandan oturub dursun. Onlardan təsirlənsin. Və üçüncü yol odur ki, insan nəfsini tərbiyə etməlidir. Daim nəfsinə o şeydən qurtulmaq üçün öz nəfsini təlqin etməlidir. O şeylər onun qəlbinə gəldikdə, həmin mənalar şeytanın
ona vəsvəsə etdiyi mənalara qəlbinə gəldikdə ondan qurtulmağa çalışmalıdır. Yəni ibadətlərə daha da həris olmalıdır. Çünki insan misal olaraq da insan bir şey haqqında yaxşı zənn edir. Üstündür ki, yəni Allah Taala'nın bəyəndiyi odur ki, yəni eybi yox, onun o düşündüyü səhv çıxsın. Amma ki, yaxşı zənn etsin, səhv çıxsın. Bəzən bizim özümüzdə də olur. Məsələn, düşünürsən ki, illər əvvəl mən düşünürdüm, belə fikirləşib, belə çıxıb. Belə indi oldu. Halbuki həmin adam elə adam deyilmiş. Əslində biz sevinməliyik ki, biz yaxşı zənn etmişik. Sevinin ki, elhamdülillah biz müsəlmanlar haqqında yaxşı zənn edirik. Çünki Allahın bizdən istədiyi budur. Daha üstündür ki, insan yaxşı zənn edib, etdiyi zəndə xətakar olsun, nəinki insan pis zənn etsin. Yəni insanın qəlbini, yəni o qəlbində olan sirləri təcrübə yolu ilə insan heç vaxt əldə edə bilməz. Ola bilər düz çıxsın bəzi vaxtlarda, amma şəriət yenə də onu qadağan edir. Yəni o məsələyə təcrübəni qatmaq və ya bəzi qardaşın, hansısa bir qardaşın yaşını qatması, öz iş karyerasını qatması, oturub durduğu insana mən insanları görmüşəm, onlar belə, sən bilmirsən qardaş. Hamısı yanlış şeylərdir qardaş. Və şəriət bizə bunu qəti olaraq qadağan edib. Yenə deyirəm, biz ehtiyatımızı ala bilərik hansısa bir məsələdə. Hansı məsələ olur olsun. Ancaq bu insanlar haqqında pis zənnə gətirib çıxartmamalıdır. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm bildiyiniz kimi, yəni məşhur hədisdir. Yəni öz zövcəsi bir dəfə məsciddə oturur. Məsciddə ibadət etdikdən sonra Peyğəmbər sallallahu əleyhi və səlləmin hücrələri, inşallah siz Mədinə şəhərinə gedəndə orada muzey var, orada girsəz görərsiniz. Göstərirlər. Yəni məsciddə bitişik idi hamısı. Sıra ilə hamısı məsciddə bitişik idi, hücrələr yaxın idi. Hətta Allah Rasulü sallallahu əleyhi və səlləm Safiyə anamızı ötürəndə 2 nəfər keçir və başlayırlar sürətli getməyə. Allah Rasulü sallallahu əleyhi və səlləm dedi ki, yəni yavaşlayın. Bu sizin anavız Safiyyədir. Ola deyir ki, Allahın elçisi, biz yəni sənin haqqında pis zənn etmirik. Allah Rasulü sallallahu əleyhi və səlləm deyir ki, yəni şeytan sizin damarlarınızda belə oynayır. Yəni Allah Rasulü sallallahu əleyhi və səlləm onlara nə deyir ilk öncə? Yəni alimlər buradan 2 dənə fayda çıxardılar. 1. İnsanlara yanlış zənnlərə getməməyini əmr edir. İkinci fayda odur ki, əgər bir şübhə yaranırsa, mütləqdir ki, bir mömin özü haqqında bir şübhə yaranarsa, insanlarda nəsə bir şey yaranırsa, onu mütləq açıqlama gətirməlidir. O şeytanın o qapısını bağlamaq üçün. Yəni ona görə bizim xüsusən, yəni bu heç kimə sir deyil ki, aramızda yayılan sözlü olaraq ən böyük, yəni mübtəla olduğumuz əməl qeybətdir. Qəlbənsə mübtəla olduğumuz xəstəliklərdən, yəni biri həsəddir, biri də suuzəndir. Və həqiqətən insan o suuzənin peşmançılığı insanda çox pis iz qoyur. Yəni sanki o peşmançılıq, məsələn insan günah etdikdə, günahdan tövbə etdikdə insan rahatlaya bilir, ağlaya bilir. Amma suuzən elədir ki, insanın qəlbində çox keçməyəcək bir iz qoyur insanın qəlbində. Ona görə Allah Taala'dan istəyirəm ki, bizi müvəffəq eləsin, yəni bu mənalar haqqında düşünək. Və mütləqdir ki, yəni bu mənaları qəlbimizdə yaratmağa çalışaq və qəlbimizi bu xəstəliklərdən təmizləyək. Və axiru da'vana enelhamdülillahi rabbil alamin.